Salamlar, vaxtınız xeyir olsun. Mən Abgözəl Lakşin, insan psixologiyası haqqında metodist. Bugünkü mövzumuzun adı insan psixologiyasının fəsillərə əsasən dəyişməsidir. Bu nə deməkdir? Biz bilirik ki, günümüzdə bəzi psixologiya sarıdan əziyyət çəkən və psixologiyası pozulmuş insanlar adətən fəsillərə uyğun hərəkət edirlər. Məsələn, necə? Deyək ki, payız fəslindən danışaq. Çöldə leysan yağış yağır və həmin insanın tökülüb qalan işləri var. Vəssalam. Yağış varsa, bu insanın, yəni hava dumanlı çiskindirsə, bütün keyf, düşüncə, əhval-ruhiyyəsi çökdü. Və nəticədə onun yerinə yetirməli olduğu işlər də hamısı birmənalı şəkildə sıfırlanır və heç nə yerinə yetmir. Və bunun həmin öhdəliyinə düşən hər hansı bir yerdə işləyirsə və hər hansı bir sahədədirsə, öhdəliyini yerinə yetirdiyi işi sona çatdıra bilmirsə və nəticədə ona dəyəcək zərəri hesablanmır. Artıq o psixologiyasına uyğun hərəkət edir. Zərər ziyan onun gözünü görsənir. Və bir digər cəhətdən, məsələn, yayı deyək. Bilirik ki, yay adətən çox qızmar, yəni isti keçir. Hətta iyul ayları xüsusən daha qabarıq. Və bilirik ki, bəzi insanlar da var ki, məsələn, günəşə qarşı aşırı həssasdırlar. Və məsələn, belə deyək, həmin günü daha çox qızmar günəşdə bu adam tərlədiyini, bədəninin narahat olduğunu və ya olacağını göz önündə alaraq sabah üçün planladığı işlərin həmin sabahsı günə gəlib çatıb, havanın o formada olduğunu görəndən sonra heç nə gözünü görsənmir. Qutardı getdi. Bu ancaq kölgədə qalmalıdır. Məsələn, tutaq ki, çöl sahəsində işləyirsə, məsələn, günəşdən də qorunub işini, əgər özünü, gələcəyini və hər hansı bir planını falan düşünürsə, müəyyən işi yerinə yetirməyi bacarmalıdır. Yox, əgər bunları hamısını göz ardı edib, təbiətin, fəsillərin, belə deyək, ardıcıllığı ilə öz psixologiyasını quracaqsa və ona uyğun dəyişəcəksə, bir növ həyatdan təcrid olunmuş sayılır. Yəni, bu nə deməkdir? Eyni yağış yağılsa çölə çıxmaq yox, günəş varsa kölgədə qalacaq, yenə çölə çıxmaq yox, qar yağırsa birdən bunun başına qar dəyər, yenə yox. Və demotivasiya yaranır zamanla. Həyatdan küskünlük, həyatın müəyyən etaplarında çətinliklər və hətta həmin insanlar demək olar ki, ya ailə qurmurlar. Çünki adətən elə insanlar ailə səs-küyü ilə beyin götürmür, demotivasiya yığılır və heç bir şey insan eşitmək istəmir. Onun üçün insan gərək hər zaman nəinki fəsillər, nəinki başqa bir demotivasiya edici şeylərdən asılı olmamalı. Və həyat tərzini əgər qurursa, planlarını, ona dəyəcək o işini yerinə yetirmirsə, onun şəxsi inkişafına qarşısını alacaq və ona dəyəcək ziyanı hesablayıb hərəkət etməlidir. Təbii ki, bazar günü istirahət vaxtıdır. 6-cı gündə deyək. Amma həftə içi hər hansı bir planlı, müəyyən, mənfi kimi gördüyü və onun psixologiyası mənfi qalan şeylərə görə o şey yerinə yetirmirsə, onun üçün əslində dəyəcək ən böyük mənfi zərər həmin öz şəxsi inkişafını, psixologiyasını göz önündə tutaraq şəxsi inkişafının üstünə xərc etmək. Ona görə bunun bir həlli yolu ondan ibarətdir ki, insan hər zaman öz həmin, yəni məsəl üçün nümunə kimi fəsilləri qeyd elədik, onların da qarşısını alacaq faktorları var. Məsəl üçün, şiddətli qabarıq istidir. Sən kim deyir ki, çölə çıxma? Kölgə şəraitində işlə. Və hər hansı bir ofisdəsənsə, çöldəsənsə, yəni onunla qarşısını almaq olar. Yağış yağırsın, indi ilə həmin qayda ilə. Amma özünü təcrid edərək qapalı mühitə keçəcəksənsə, heç zaman şəxsi inkişafının və öz həyatının planlamasını qura bilmərsən. Bu qədər. Suallarınız olduğu təqdirdə şərh bölməsində yazıb soruşa bilərsən.